Qoç, günün ilk yarısında ən mühüm işləri görəndə tələskənliyə yol verməyin. Maneələr və sədlər sizə mane olmamalıdır. Xırdalıqlar sizi işdən ayırmamalıdır. Telefon zəngləri, tanımadığınız insanların müraciətləri fikrinizi dağıtmasın. Dürüst motivasiyanın olmaması bədbinlik yaratmamalıdır. Günün ikinci yarısında bu amilləri ifrat müşküllər kimi qəbul etsəniz, durum ağırlaşacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sayıq olun. Sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar. Yadların məsləhətlərinə qulaq asmayın. Buğa. Maraqlarınızı başqalarının mənafeylərinə qurban verməyin. Maaşın artırılması ilə bağlı işdə rəhbərliyə müraciət etmək olar. Səhhətinizin qeydinə qalın, rasionunuza fikir verin. Emosional durumunuz səhhətinizə bilavasitə təsir edəcək. Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinin problemlərini özünüzdən kənarlaşdırmayın. Qərarı ailə üzvləri ilə məsləhətləşmədən qəbul etməyin. Əks təqdirdə münaqişə yarana bilər. Əkizlər. Günün ilk yarısında geniş miqyaslı və önəmli işləri planlaşdırmayın. Mühüm sənədlər imzalamaq üçün əlverişli zaman deyil. Hüquq və ədliyyə sistemlərinin mənsubları, məmurlarla ünsiyyət, dövlət qurumlarına yollanmaq yaxşı nəticə verəcək. Əhvalınız rəvan olmalıdır. Özünüzə qapılmayın. Soyuqqanlılığı absoluta çatdırsaz, sizinlə sıx təmaslarda olan insanları təəccübləndirəcəksiniz. Daxili aləminizə çox qapılmayın. Axşam saatlarına yaxın həddən artıq aktiv olmayın. Qüvvələriniz imkan verirsə, fiziki təmrinlərlə məşğul olun. Xərçəng. Günün ilk yarısında şərait sakit və rəvan olacaq. İşləri dəqiq planlaşdırın. Yeni işə başlamaq niyyətiniz varsa, situasiyanı təhlil edin və düşünülmüş qərar verin. Növbədə yeni layihələrdir. Günün ikinci yarısında problemlərin və çətinliklərin sayı artacaq. Yarımçıq işləri tamamlayın. Diqqətli olun, sayıq davranın. Yaxınlarınız və dostlarınızla təmaslar zamanı sizdən nələrinsə gizlədildiyini hiss edəcəksiniz. Onların sirlərini faş etmək istəyəndə alicənab davranın ki, münaqişə yaranmasın. Şir. Qəfil çətinliklər günün ilk yarısından etibarən əhvalınızı korlaya bilər. Peşəkar fəaliyyət müstəvisindəki münasibətlərin etimad və qarşılıqlı sayğı əsasında formalaşmasına çalışın. Sözləriniz kobud və qaba olmamalıdır. Bugün verəcəyiniz vədləri yerinə yetirin. Öhdəliklərinizi unutmayın. Ailə üzvlərinin problemlərini və qayğılarını həll etməyə çalışın. Axşam saatlarına yaxın sevdiyiniz insanla münaqişə yaratmayın. Problemlər yaratsaz, onların fəsadlarının aradan qaldırılması çox vaxt alacaq. Normal istirahət etməyə çalışın. Qız. Günün ilk yarısında problemlər çoxdur və onların həlli xeyli vaxt alacaq. Zəhmət çəkməli, əməllicə işləməli olacaqsınız. Şərait əlverişli olmasa da geri çəkilməyin, fəaliyyət intensivliyini azaltmayın. İndiyədək sizi tənqid edən insanların yardımlarına bel bağlaya bilərsiniz. Barikadaların qarşı tərəfindəki insan günün ikinci yarısında əməkdaşlıq təklifi ilə çıxış edəcək. Yaxınlarınızla münasibətlərdə emosional olmayın. Axşam saatlarına yaxın yaşam potensialınız yüksək səviyyədə olacaq. İfrat yorğunluq olmayacaq. Buna rəğmən özünüzü çox yormayın, səhhətinizə fikir verin. Tərəzi. Maliyyə durumu ümumən pis olmasa da stabil sayıla bilməz. İşlərin mövcud düzənini qaydaya salın. Mövcud işləri normallaşdırın. Xərclərin strukturu və siyahısını bir daha təhlil edin. Hadisələri tələsdirməyin. Mövqeyinizi möhkəmləndirin. Günün ikinci yarısında sizdən borc istəyəcəklər. Kredit götürə bilərsiniz. Çətin vəziyyətdə düşmüş yaxın qohumlarınızdan birinin maddi yardıma ehtiyacı var. Axşam saatları romantik görüş və yeni tanışlıqlar üçün əlverişli zamandır. Əqrəb. Köhnə problemlərdən biri həllini tələb edir. Belə məsələlərin çözümünə yanaşma tərzinə yenidən baxmaq, ənənəvi sxemləri yeniləmək zamanıdır. Situasiyaya sizinlə müqayisədə daha yaxşı bələd olan və yaxud da daha təcrübəli insanlara müraciət edə bilərsiniz. Günün ikinci yarısında sükanda olsanız, emosional olmayın. Sevdiyiniz insan maraqlarınızı və ya ideyalarınızı bölüşmürsə, birgə layihələrə başlamaq çətin olacaq. Axşam saatlarına idefikslərə qapılmayın. Oxatan. Günün ilk yarısında yeknəsəv və rutin işlər sizi darıxdıra bilər. Adi işləri qulaq ardına vurub onları səhlənkarlıqla yerinə yetirməyə çalışmayın. Bütün işləri vaxtında görün, gecikmələrə yol verməyin. Əks təqdirdə problemlər qar topu kimi artacaq. Günün ikinci yarısında ağır, mürəkkəb, bəlkə də xoşagəlməz işi başa vurmalısınız. Belə də sonraki maneələri asanlıqla aradan qaldıra biləcəksiniz. Sevdiyiniz insanla münasibətlərdə söyünlənməyə yol verməyin. Stabil əlaqələr və ya təmaslar arayırsınızsa, axşam saatları əlverişli zamandır. Oğlaq.
Günün ənənəvi ritmini dəyişərək spontan addımlar atmayın. Tələsikliyə yol versəniz, vəziyyəti təhlil etməyib qərarlar versəniz, təfərrüatlara bələd olmadan yeni layihəyə başlasanız, şərtləri dəqiqləşdirmədən və razılaşdırmadan sifariş qəbul etsəniz, uduzacaqsınız. Günün ikinci yarısında problemləri mümkün qədər tez həll etməyə can atmayın. Yaxşı bacardığınız işlərlə məşğul olun. Şəxsi münasibətlər adi günlərlə müqayisədə sizi daha çox narahat etməsin, qayğılandırmasın. Subaysızsa hisslərə qapılmayın. Təmaslarda köklü dəyişikliklər üçün əlverişli zaman deyil. Dolça. Sakin və təmkinli davranın. Təxribatlara uymasanız gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. Belə talalara düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək olun, düşünüb daşının. Ailə üzvlərindən biri ilə fikir ayrılıqları yarana bilər. Balıqlar. Günün ilk yarısı nisbətən sakit və yaxşı olacaq. Yarımçıq işləri başa vurmaq, xüsusi diqqət tələb edən məsələ ilə məşğul olmaq imkanları var. Fəqət vəcdə gələrək həddən artıq aktivliyə başlamayın. Yeni layihələr, geniş miqyaslı sifarişlər üçün münasib zaman deyil. Günün ikinci yarısında işgüzar tərəfdaşlarla danışıqları, sövdələşmələri təxirə salın. Şəxsi münasibətlər müstəvisindəki situasiyadan narazısınızsa, problemi həll etmək üçün ilk addımı atın. Əlaqələr möhkəm deyil, amma vəziyyəti kəskin şəkildə dəyişmək təşəbbüsü ilə çıxış etməyin, belə də hər şey daha da qarışıq, dolaşıq ola bilər.